21 Azər Milli Hökumətinin yaranmasının 80-ci ili tamam olur. Bu mübəddəs gün Güney Azərbaycanın azadlıq fəryadı, millətimizin bir yumru olub ayağa qalxdığı, türklük və Azərbaycanlılıq ruhunun göylərə ucaldığı gün kimi yaddaşlarımızda əbədi yaşayır. 21 Azər Milli Hökuməti qısa müddətdə millətimizə sevinç, qürur və böyük ümid gətirdi. Ana dilimiz dövlət idarələrində eşidildi, məktəblərimizdə türkçə dərs keçildi, Güney Azərbaycan türkünün öz taleyinə sahib çıxmaq iradəsi bütün dünyaya bəyan olundu. Ömrü az olsa da millətimizin könlündə əsrlər boyu sönməyəcək bir od, bir işıq yandırdı. Bugün biz ACP olaraq bir daha bildiririk. 21 Azər ruhu yaşayır və yaşayacaq. Türklük və Azərbaycanlılıq ideyası Güney Azərbaycanda heç vaxt sönməyəcək. Xalqımızın milli haqq və hüquqları uğrunda mübarizəmiz durmayacaq, daha da güclənəcək. Biz ACP olaraq qətiyyətlə vurğuluyuruq ki, Güney Azərbaycan türkləri öz dilində, öz kimliyində, öz torpağında azad, müstəqil və ləyaqətli yaşamaq haqqına malikdir. Bu haqqı heç bir qüvvə bizdən ala bilməz və almayacaq. Bu müqəddəs gündə millətimizin bütün övladlarını birlik, dirlik və həmrəylik içində olmağa çağırırıq. Biz bir olsaq, güclü olsaq, milli kimliyimizə və müqəddəratımıza sahib çıxsaq, 21 Azərin məşəli daha gür yanacaq, yolumuzu daha parlaq işıqlandıracaq. Yaşasın Güney Azərbaycan! Yaşasın türklük və Azərbaycanlılıq! Yaşasın 21 Azər milli ruhu! Güney Azərbaycan Cumhuriyyət Partiyası ACP 21 Azər Milli Dirəniş Günü 1404 Günəş tarixi 12-12-2025. Her